qabiliyyətlərdən elə birinci başlayaq. Aydın müəllim, sürət hərəkət qabiliyyətinin əlverişli yaş dövrü. 10-14. 11-14. 11-14. Sürət gücün funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı, ürək damar sistemi, qüvvə. Damar sistemi qüvvə. Aha, dözümlülük hərəkət qabiliyyətinin summativ qiymətləndirilməsi. Summativ qiymətləndirilməsi. 1000 metr qaçış, 1500 metr qaçış, 2000 metr qaçış 10-11-ci siniflərdədir. Də böyük summativ qiymətləndirməsi də var. Sonra nə? 7-ci sinifdə üzgüçülük var. Üzgüçülük. Handbolda komanda neçə şifahi xəbərdarlıq alır? Yəni komandanın falimiti. Komanda 3, oyuncu 1. Oyuncu 1. Oyuncu ikincisini aldıqda nə olur? Sarı kart alır, 2 dəqiqə cəzalanır. 2 dəqiqə cəza. Sarı kart yox, 2 dəqiqə cəza. Aha. Elə birincidə şifahi xəbərdarlıq sarı kart, ikincidə artıq 2 dəqiqəlik cəza edilir. Meydançanın ölçüsü handbol. 20-nin 40-a. 20-nin 40-a. Oyundan mərkəzdən necə başlanılır? Oyundan mərkəzdən necə mərkəzdən başlanılır? Deyək ki, dairə 4 metr enidir, radius 2 metrdir. Oradan başlanılır. Oyuna başlayan oyunçunun ayağının biri mütləq xəttin üzərində olmalıdır. Topu ötürdükdən sonra top dairədən kənara çıxır. Oyunçunun ixtiyarına keçdikdən sonra oyun başlanmış sayılır, belə deyək. Aha. Yaxşı. Futbolda mərkəzdən nə zaman başlanılır? Hissələrin əvvəli, oyun başlayanda, hissələrin əvvəli, yəni birincisi, ikincisində belə deyək. Qol qeydə alındıqda, bir də əlavə hissələr oynanılarsa. Aha. Futbolda 11 metrlik penaltı zamanı qapıcı qaydanı pozarsa, yəni penaltı zərbə yerinə yetirən zaman qapıcı qaydanı pozdu və qol oldu. Qol qeydə alınacaq yoxsa yox? Bəli, qol bəs qol olmazsa zərbə təkrar edilir. Zərbə təkrar edilir. Voleybolda o əksinə olsa belə. Baxın, məsəl üçün qaydanı topu vuran qaydanı pozsa, qol olsa, qol qeydə alınmır, zərbə təkrar edilir. Yox, əgər qol olmasa, sərbəst zərbə ilə qapıcı başlayır. Aha, gözəl. Yaxşı. Handbolda hissələrarası fasilə. Handbolda beynəlxalq yarışlarda 15 dəqiqə, beləncə 10 dəqiqə. 10 dəqiqə. Voleybolda hissələrarası fasilə. 3 dəqiqə. 3 dəqiqə. Handbolda nə zamanlar saniyə qaydası tətbiq olunur? Top mərkəzdən başlayanda 7 metrlik penaltı, 10 metrlik penaltı. Handbolda 10 metrlik penaltı var. Yox, 9 metrlik, mən üzr istəyirəm. 9 metrlik penaltı var handbolda. Penaltı yəni cərmə zərbəsi də. Sərbəst zərbə var orada. Orada saniyə qaydası tətbiq olunur. Olmur. Xeyr. Olmur, qarşıdır. Baxın, düzdür. Yəni belə bir hal var ki, handbolda fit çalındıqda, hakim fiti, məsəl üçün oyuncu topu gecikdirirsə, hakim fiti çalırsa, bu zaman 3 saniyə ərzində yerinə yetirməlidir. Amma mərkəzdən başlayan zaman, 7 metrlik penaltı zamanı, bir də top əldə 3 saniyə. Yaxşı. Futsalda neçə saniyə qaydası var? Futsalda var. Deməli, mərkəzdən başlayanda 3 saniyə başlamalıdır. Futsalda qarışdırırsınız. Hə, futsalda mərkəzdən başlayanda müəllim. Yox, ilk öncə neçə saniyə qaydası var, onu deyin. 4 saniyə. 4 saniyə qaydası. Nə zaman tətbiq olunmur? Olunur yoxsa olunmur? Olunmur. Olunmur. Top yandan başlayanda müəllim. Olunur orada. Olunur. Onda mərkəz bilmədim mən. Bəli, müəllim. Penaltı zamanı. Penaltı bir də baş. Aha, mərkəzdən penaltı. Yadınızda saxlayın aydın müəllim. Futsalda penaltı zamanı. Aha. Handbolla qarışdırdınız siz. Mərkəzdən bir də penaltı zərbəsi zamanı 4 saniyə qaydası tətbiq olunmur. Bəs basketbolda 8 saniyə qaydası. Oyunçu öz meydançasını tərk etməlidir. Aha. Qan laxtalanması, hansı vitamin? K vitamini. K vitamini. Skorbut xəstəliyinə yaranmasına səbəb olur çatışmamazlıqda. Skorbut? Aha. Skorbut hansı vitamin? C vitamini. Aha, D vitamini, D vitamini, doğru deyirsiniz, elə C vitamini. Sağlam göz, dəri və dişlərin formalaşmasını təmin edir. A vitamini. A vitamini. Bir dəqiqə. Hərəkətlər təyinatı haqqında məlumat verə bilmir. Qiymətləndirmə səviyyəsi necə, qiymət necə? Səviyyə 1, meyar 2.
Dərsdə motivasiya formalaşdırır. Neçənci hissə və kimin fəaliyyəti? Motivasiya formalaşdırır. Müəllim fəaliyyəti giriş hissə. Giriş hissə. Yaxşı. Bir dəqiqə. Sürət güc hərəkət qabiliyyətinin BSG-si. Sürət güc, yerindən uzunluğa tullanma. Yerindən uzunluğa tullanma. Çeviklik hərəkət qabiliyyətinin GSG-si. Voleybol topunun oyuna daxil edilməsi 3 metrdən. Futbol topunun qapıya vurulması, basketbol topunun səbətə atılması, handbol topun qapıya vurulması. Aha. Bir də futbol qapıya vurulması. Bəli, futbol. Yaxşı, neçə hamısında? 5-cə. Funksional sistemlə əlaqəsi nədir? Çevikliyin? Çevikliyin mərkəz sinir sistemi əzələ. Əlverişli yaş dövrü? 7-12. Digər hərəkət qabiliyyətlərinin əlaqəsi? Sürət, güc, bəq. Basketbolda, 3x basketbolda meydan ölçüsü? 11 uzunu, 15 eni. Hansı idman oyunudur ki, püşatma keçirilmir? Basketbol. Şahmat taxtası üzərində neçə heyvan fiquru var? 8. 8. 4, tamam 8. Şahmat taxtasının üzərində bir tərəfdə, şahmat taxtası üzərində bir tərəfində neçə fərqli fiqur var? Bir tərəfində 8, 9. Yox, bir dəqiqə. Fərqli fiqur varsa Fərqli fiqur. Deməli, piyada, top, at, fil, vəzir, şah. 6. Aha. Bəs şahmat taxtası üzərində neçə fərqli fiqur var? Elə o qədər. Yenə 6. Aha. Yaxşı. Yağ mübadiləsini tənzimləyir. Hansı vitamin? E vitamini. E vitamini. Yaxşı. Bir dəqiqə. Basketbolda hissələr arası fasilə. 2 dəqiqə, 2 ilə 3-cü hissə period arası, yəni hissələr arası fasilə isə 15 dəqiqə. Hissələr arası fasilə 15 dəqiqə. Periodlar arası fasilənin hamısında 2 dəqiqədir fasiləsi. 2 ilə 3-də 15 dəqiqədir, digərlərində 2 dəqiqə dedim onu. Aha, digərlərində 2 dəqiqə. Voleybolda neçə setin qalibi qalib hesab olunur? Voleybolda 3 setin qalibi qalibdir. Aha, 3 setin qalibi qalib hesab olunur. Kişilərdə kişi idman gimnastikasında dayaqlı tullanmanın adı. Yəni alətin adı. İdman keçisi. İdman keçisi. Ölçülərini deyil. Hündürü kişilərdə 1.35, uzunu 1.20, eni 95 sm, 95 sm. Qaçış yolunun uzunu 25 metr, eni 1 metr. Aha, eni 1 metr. Eni 1 metr. Aha. Yaxşı. Qaçışların neçə növü var? Qaçışlar, qısa məsafə qaçışlar, orta məsafə qaçışlar, uzaq məsafə qaçışlar, estafet qaçışlar. Yox, elə qısa, orta, uzaq. Orta məsafə qaçışlar hansı hərəkət qabiliyyəti inkişaf etdirir? Orta məsafə qaçış. Dözümlülük. Müxtəlif çıxış vəziyyətindən startlar. Çeviklik. Sürət müəllim. Sürət. Hədəfin topa vurulması, topun hədəfə vurulması yerindən səhv dəyişdirir. Topun konkret bir nöqtəyə nəzərdə tutursunuz, hədəfə vurulması. Çeviklik. Topun hədəfə zonaya atılması. Sürət güc. Sürət güc. Topu baş üzərindən arxaya atılması. Arxaya atılması, sürət güc. 2008-ci ildə bayraqdarımız kim oldu? Fərid Mansurov. 2016-da bayraqdarımız kim oldu və harda keçirilib olimpiya oyunlarında və neçə medal qazanmışıq? 18 medal qazanmışıq. Aha. Bəy bala müəllim. Yox, gəldi aydın. Üzr istəyirəm. 18 medal qazanmışıq müəllim. Sonra nə sual etdiniz? Deməli, bayraqdarımız kim olub? Rio de Janeiro'da keçirilib. Bayraqdarımız Teymur. Aha, düz deyirsiniz. Teymur Məmmədov olmalıdır. Aha, Teymur Məmmədov. Yəni 2020-də neçə medal qazanmışıq? 7 medal qazanmışıq. Neçə? 3 gümüş, 4. Aha, 3 gümüş, 4 bürünc. Yaxşı. Birinci İslam Əmrəli oyunları harda keçirilib? Məkkədə keçirilib. Neçə medal qazanmışıq? Azərbaycan 4 qızıl, 4 gümüş, 7 bürünc medal qazanmışıq. 4 qızıl. Aha. Neçənci yerə çıxmışıq? 8-ci yerə çıxmışıq. 2013-də 8-ci. 2013-də. Bəs 2013-də neçə medal qazanmışıq?
Orada qazanmışıq 9-9-6. 9 qızıl, 9 gümüş, 6 birinci olmalıdır biz. 9 6 24 medal qazanmışıq. Ha. Yaxşı. Bəs birinci Avropa oyunları harda keçirildi? O ilk dəfə Azərbaycanda Bakıda keçirildi 2015-ci ildə. Ha, neçə idman 12, qurğusundan istifadə olunub? 30 idman qurğusundan istifadə olunub. 30 idman qurğusu. Yox, bağışlayın, 30 idman növü üzrə. Aha. 24-ü olimpiya, 6-sı qeyri-olimpiya, Aha. 12 idman qurğusundan istifadə olunub, 11-i Bakıdadır, biri Mingəçevirdə. Aha, gözəl. Bayraqlarımız kim olub? Bayraqlarımız Rəfiqə Şabanova məşəl aparıb, Oho. estafetimiz. İlham Zəkiyev gətirib. Aha. Bəs alovlandırıcı kim alovlandırıb? Bəs alovlandırmağın prezidentimiz. yaxşı. Harda? Bakı nədir? Fikrimdə citadı. Alov. Mənşəli. Aha. Yaxşı. Bir dəqiqə. Bayraqlarımız kim olub? Bayraqlarımız Elnur idi yoxsa kimdən çıxdı? Bəyəbəli müəllim, bayraqlarımız kim olub 2015-də? Elmar Qasımov müəllim. Ha, Elmar Qasımov. Bəli. Aydın müəllim, yaxşı. Çi idman gimnastikasında halqaların yerdən hündürlüyü arasındakı məsafə 80 hündürlük. Arasında məsafə 50 sm, diametri 18 sm. Diametr 18 sm. Yaxşı, bir dəqiqə orada sonra. Bir dəqiqə. Qüvvə statik hərəkətlərdir orada. Ha, qüvvə. Bəs kişi idman gimnastikası ümumiyyətlə hansı hərəkət qabiliyyətini inkişaf etdirir? O qüvvə qabiliyyəti. Qüvvə qabiliyyətini. Çatışmamazlığında beyri xəstəliyi yaranır. B1. B1. Orta məsafə qaçışın klassik məsafələri hansılardır? Orta məsafəyə qaçışın klassik məsafələri 800-1500. 800-1500. Bəs uzaq məsafələr qaçışın klassik məsafələri? 5000-10000 deyəsən mənim. Onlar 5000-10000. Aha, düz dediniz. Marafonun məsafəsi. 42 km 195 metr marafon qaçışıdır. Bir də var yarım marafon 21 km 0.98 metr. Ha, gözəl. Yaxşı. Bədən elmi qabiliyyətinin komponentləri. Oynaqların mütərrikliyi, əzələ bağ aparatının elastikliyi. Aha. Hansı hərəkət qabiliyyətinin qiymətləndirmə meyarı yoxdur? Çeviklik. Hansı hərəkət qabiliyyətinin, yəni hərəkət qabiliyyətlərin bazısı hesab olunur? Qüvvə. Qüvvə. Hansı məzmun xəttlərinin bazısı hansı məzmun xətti hesab olunur? 4-cü məzmun xəttimiz mənəvi radiosiyyətlər. İkinci məzmun xəttinin metodları. Metodları təkrar, bir dəqiqə mənim hissə tam öyrətmə. Ha. Yaxşı. Bir dəqiqə. İkinci məzmun xəttinin bəs qiymətləndirmə üsulu, qiymətləndirmə vasitəsi. Üsulu, müşahidə, vasitəsi, müqayisə. Bəs birinci məzmun xəttinin qiymətləndirmə üsulu, vasitəsi. Qiymətləndirmə üsulu, sual cavab, sual cavab, yox, şifahi yazılı. Üsulu şifahi yazılıdır. Vasitəsi, sual cavab, test. Aha. Metodlar isə metodlar, film diaqram, video müəyyənəsi. Aha, elə. Yaxşı. Siz mənə deyin nəyi? Bəqin digər hərəkət qabiliyyətinə əlaqəsi? Çeviklik, dözümlük. Çeviklik, dözümlük. Qüvvənin inkişaf etdirən metodları. Qüvvəni imtinaya qədər izometrik, imtinaya qədər piramida, izometrik, zərbə, biri də olmalı idi, səhv eləmirəmsə. Piramida, zərbə, imtinaya qədər. Bəli müəllim, o biri nə idi? Qüvvənin ismi. Bəli. Piramida, dairəvi, zərbə. Aha, gözəl. Aydın müəllim. Gimnastika, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimdir? Mehriban Əliyeva. Olimpiya oyunlarının, Milli Olimpiya oyunlarının komitəsi prezidenti kimdir? Komitəsinin sədri.
Aha. Yaxşı, Avropa oyunlarının Avropa oyunları. Aha. Mehriban Əliyeva. İslam Yaxşı. Həmrəli oyunları Beylikdə. Bəli, bəli. Yaxşı. Neçənci İslam Əmrəlici oyunları Azərbaycanda keçirilib? 4-cü, 2017-ci il. Aha. 3x basketbolda ən uğurlu cəhdimiz Azərbaycan. Hə, 2017-ci il 4-cü və 5-ci İslam Həmrəli oyunları belə deyim də. İkisində də ən uğurlu cəhdimiz. Ən uğurlu cəhdimiz belə deyək, İslam oyunlarında birinci olmuşuq. 2021-ci ildə də belə deyək, keçirilən İslam Əmrəli oyunlarında isə ikinci olmuşuq. Yox, qarışdırdınız. Baxın, 4-cü İslam Əmrəlici oyunlarında həm qadınlar da, kişilər də birinci yer çıxıb. Amma 5-ci İslam Əmrəlici oyunlarında qadınlar birinci yer, kişilər ikinci yer. Yəni qadınlar qızıl medal, kişilər isə gümüş medal. Aha. Yaxşı. Qaraciyərdə depolaşan vitaminlər hansıdır? A, D, K. A, D, K. Yaxşı. Bir dəqiqə. Voleybolda servisin neçənci zonan oyunçusu yerinə yetirir? Birinci zonanın oyunçusu. Birinci zonan. Libero servisi yerinə yetirə bilər. Xeyr. Libero blok qurmada iştirak edə bilər. Xeyr, cəhd belə göstərə bilmir. Cəhd belə göstərə bilər. Libero yer dəyişmə zamanı ön zonaya keçə bilər, hücum zonasına. Yer dəyişmə zamanı xeyr. Libero forması öz komanda formalarına rədd ola bilər. Xeyr, fərqlənməlidir. Fərqlənməlidir. Aha. Hətta komanda 2-dən libero varsa, yəni ikisi də bir-birindən fərqlənməlidir. Aha, yaxşı. Təşəkkürlər Aydın müəllim. Bəybala müəllim. Bəli, müəllim, buyurun. Qüvvə hərəkət qabiliyyətinin BSG-si. Turnirdə dartınma. İndi turnirdə oğlanlar, alsa turnirdə qızlar. Hansı hərəkət qabiliyyəti ki, yekisənəkliyi aradan qaldırır? Qüvvə hərəkət qabiliyyəti müəllim. Qüvvə hərəkət qabiliyyəti. Hansı hərəkət qabiliyyətidir ki, yox, bədənin əlmə qabiliyyətinə mənfi təsir göstərən hansı hərəkət qabiliyyətdir? Qüvvə. Bədənin əlmə qabiliyyətinin əlverişli yaş dövrü. 6-11 yaş. 6-11 yaş. Bədənin əlmə qabiliyyətinin funksional sistemlə əlaqəsi. Funksional dayaq hərəkət aparatı, oynaqlar, bir də ki, əzələ barbatın elastikliyi. Aha. Sağlamlığın neçə səviyyəsi var? 3 səviyyəsi var. Bioloji, şəxsi, bir də ki, sosial olmalıdır. Aha. İnsanın təhsildə, işdə, cəmiyyətdə, mədəni həyatda ictimai fəallıq dərəcəsini müəyyənləşdirir. Sosial sağlamlıq. Sosial sağlamlıq. Yaxşı, orqanizm özünü tənzimləmə sisteminin ahəngdar işinə əsaslanır. Bioloji sağlamlıq. Bioloji sağlamlıq. Yaxşı, neçə məzmun xəttimiz var? 4 məzmun xətti var. İnformasiya təmin birliklər, hərəkət bacarıqlar, vərdişlər, hərəkət qabiliyyətlər, mənəvi xüsusiyyətlərin formalaşması. Mənəvi iradi xüsusiyyətlərin formalaşması. Hansı məzmun xəttlərimizin qiymətləndirmə üsulunun qiymətləndirmə vasitəsi eynidir? Hərəkət bacarıqlarına mənəvi xüsusiyyətlər. Yaxşı. Dərsin məqsədində istifadə olunacaq hərəkətlər, qaydalara izah edir. Hansı hissə kimi fəaliyyət? Hərəkət fəaliyyətində necə müəllim hərəkətləri izah edir? Aha, izah edir, hərəkətlərin izahıdır. Müəllim fəaliyyəti mənim ikinci məzmun xəttidir. Yox, müəllim fəaliyyəti dərsin hansı hissəsi? Dərsin hansı hissəsi? Hazırlayıcı hissəsi məndə. Hazırlayıcı. Dərsin məqsədində istifadə olunacaq hərəkətlər haqqında əsas isə müəllim, əsasdır. Birinci dəqiqə qaydaları izah edir. Qaydaları izah edir. Giriş isə müəllim, izah isə. Giriş isə, bəli. Nə əsas, nə hazırlayıcı. Özü də qaydaları izah edir. Nə vaxtdan ikinci məzmun xətti olub ki? Müəllim, başlayır. Birinci məzmun. Bəli, birinci məzmun xətti. Dərsdə fəaliyyətini planlaşdırır. Fəaliyyətin planlaşır. Şagird fəaliyyəti müəllim əsasdır. Dərsdə fəaliyyət. Birincisi. Giriş isə. Yaxşı. Sıra və ümumi inkişaf hazırlayıcı hərəkətlərini icra edir. İnkişaf hərəkətləri icra edir. Bəli. Müəllim fəaliyyəti müəllim hazırlayıcı isə. İcra edir. İcra etdirir demir. Şagird fəaliyyəti hazırlayıcı isə. Aha, şagird fəaliyyəti hazırlayıcı isə. Yaxşı.
Burada dərsdə istifadə olunacaq köməkçi, əsas, hazırlayıcı hərəkətlər, qiymətləndirmə normativləri daxildir. Ümumi resurs yoxsa xüsusi resurs? Bura necə müəllim? Burada Burada əsas dərsin əsas hissəsində keçiriləcək, yəni seçilmiş köməkçi, əsas, hazırlayıcı hərəkətlər, qiymətləndirmə normativləri daxildir. xüsusi resurslar müəllim. Xüsusi resurslar, bəli. Qiymətləndirmə müəllim. Aha, xüsusi resurslar. Qiymətləndirməni fərdi qiymətləndirmə aparır. Kimin fəaliyyətinin neçənci hissə? Fərqli qiymətləndirmə aparır. Fərdi qiymətləndirmə aparır. Müəllim fəaliyyəti müəllim bütün hissələrdə olurdu müəllim. Yox, fərdi qiymətləndirmə aparır. Tamamlayıcı sonu. Müəllim Qiymətləndirmə haqqında Elza müəllim deyin. Əsas hissədir müəllim. Əsas hissə. Yaxşı. Fərdi qiymətləndirmə. Fərdi qiymətləndirmə aparır. Yaxşı Elza müəllim. Yox, Bəybala müəllim. Qiymətləndirmə haqqında məlumat verir. Müəllim fəaliyyəti giriş hissə. Qiymətləndirməni bir dəqiqə. Qiymətləndirməni elan edir. Elan edir. Müəllim fəaliyyəti, müəllim tamamlayıcı hissə. Tamamlayıcı tapşırığı verir. Müəllim fəaliyyəti tamamlayıcı hissə. Tamamlayıcı hissə. Sağlamlığın möhkəmləndirilməsi, hərəkət qabiliyyətləri, metodlar, müstəqil məşqlərin təşkili haqqında nəzəri biliklərin təkmilləşdirilməsi. Fiziki tərbiyyənin hansı forması və hansı səviyyəsi? Təkmilləşmə varsa mənim tam orta səviyyədir. Hansı forma? Fiziki tərbiyə dərsləri müəllim. Dərsləri. Tam orta. Aha, məzmun xətti bəs? Məzmun xətti biliklər verirsə mən birinci informasiya təmin nəzərə biliklər birinci məzmun xətti. Birinci məzmun xətti. Yaxşı. Ayrı-ayrı idman növləri üzrə bazı hazırlığını həyata keçirilməsi, bölmələr arası məktəb daxili yarışlarda iştirak. Ayrı-ayrı idman növləri. Onu dediyim mənim bu. Umumorta olmalı. Bəli. Umumorta ayrı-ayrı idman növləri. Yəni bu dərsdən kənarına xüsusi arasında qarışım. İndi bir hansıdır? Ayrı-ayrı. Demişdim, Ayrı-ayrı idman növləri üzrə bazı hazırlığını həyata keçirilməsi, bölmələr, məktəb daxili yarışlar. İndi fikirləşin, məktəb daxili yarışlar xüsusi olanlar yoxsa? Yox, dərsdən kənardır mənim. Dərsdən kənar. Yeniyetmə idmançının hazırlanmasında əsas metod hesab olunur. Emissionluq və daimi dəyişən şəraitdə hərəkət qabiliyyətinin inkişafına. Hansı? Oyun metodu. Burada məşq səmərəliliyini azaldır. Məşq səmərəliliyini azaldır. Hansı metod? Dəyişkən metod olur mənim burada. Xeyr, məşq səmərəliliyini azaldır. Məşq səmərəliliyini azaldır. Məşq səmərəliliyini azaldır. Məşq səmərəliliyini azaldır. İnterval metodu müəllim. Bəli, interval metod. Yaxşı. Sadə hərəkət, necə bir dəqiqə. Sadə hərəkət bacarıqlar, vərdişlərin formalaşması. Fiziki tərbiyyənin hansı forması, hansı təhsil səviyyəsi və neçənci məzmun xətti? Mənim sadə hərəkət bacarıqlar varsa burada ibtidaidir müəllim. Fiziki tərbiyə dərslərdə. Fiziki tərbiyə dərsləri. Bir neçə metoddan istifadə edərək, düz dediniz. Bir neçə metoddan istifadə edərək yerinə yetirilməsi ilə səciyyələnir. Bir neçə metoddan istifadə edərək. Hərəkətləri yerinə yetirilməsi ilə səciyyələnir. Necə mən demişsiniz, umumorta otomatonu demişsiniz. Yox, hansı metoddur? Bir neçə hərəkətlərdən dairəvi metod müəllim. Bir neçə metodlardan istifadə edərək. Dairəvi metod. Yaxşı. Bir dəqiqə. Sürət güc hərəkət qabiliyyətinin digər hərəkət qabiliyyətlərlə əlaqəsi. Sürətlə qüvvə ilə. Minimum vaxtda maksimum qüvvə təzahür edir. Sürət güc. Sürət güc minimum vaxtda maksimum qüvvə təzahür edir. Yaxşı. Minimum vaxtda hərəkəti başa çatdırılması. Sürət. Sürət. Yaxşı. Bir dəqiqə. Sürət hərəkət qabiliyyətinin neçə komponenti var? 3 komponenti var müəllim. Hərəkətin reaksiya tezliyi, hərəkətin icra vaxtı, icra tezliyi, bir də ki maksimal qasa sürət. Hərəkətin icra 4 dənə saydınız siz. Hərəkətin icra vaxtını, icra tezliyini həmişə qatışdırıram onlar. İcra tezliyi gedir. Hərəkətin icra tezliyi. Yaxşı. Müxtəlif çıxış vəziyyətindən siqnallar. Hərəkətin reaksiya tezliyi müəllim. Əllər dayaqda yerində qaçış.
Tək hərəkətin icra tezliyi. Tək hərəkətin icra tezliyi. Mali qaçış yolunda sürətlənmələr. Maksimal qaçış sürəti. Sürət hərəkət qabiliyyəti hansı komponentdir ki, digər iki komponentdən asılıdır? Maksimal. Maksimal. Yaxşı. Hansı hərəkət qabiliyyətlərinin 3 komponenti var? Sürətin müəllim, çevikliyin. Hansı hərəkət qabiliyyətin diaqnostik qiymətləndirməsi ilə BSG-si fərqlidir? Dözümlülük. Dözümlülük. Basketbolda idmançı neçə texniki faal edərsə, oyundan kənarlaşar. 2 texniki müəllim faul. Bəs hər texniki faala görə neçə zərmə atışı atılır? 1 cərimə atışı. 1 zərmə atışı. Yaxşı. Diskvalifikasiya. İdmançı neçə diskvalifikasiya etdikdə oyundan kənarlaşır? Diskvalifikasiya bir dənə müəllim oyundan kənar 2 dənə cərimə atışı. Nə zaman diskvalifikasiya zamanı nə zaman zərmə atışı verilmir? Yəni rəqib komandanın oyunçusundan öz oyunçusu ikisi bir yerdə diskvalifikasiya alanda müəllim atışı verilmir. Hücuma verilən vaxt basketbolda. 24 saniyə. 3x basketbolda hücuma verilən vaxt. 3x bolda 12 saniyə. 3x basketbolda komandanın faal limiti. Komandanın faul limiti 6. Bəs oyunçunun? Oyunçunun yoxdur müəllim. Basketbolda oyunçunun və komandanın faal limiti. Basketbol oyunçu 5, komanda 4. Oyunçu 5, komanda 4. Oyunçu 5-cini etdikdə nə olur? 5-cini etdi müəllim oyundan kənarlaşır. Bəs komanda 5-cini etdikdə? Cərimə atışlar 2 atılır müəllim. 2 cərimə atışı atılır. Bəs yaxşı, perioddan perioda keçiddə komandanın faal limiti sıfırlanır, yoxsa sıfırlanmır? Hissələrdə olur mənim desəm. Periodda olmur. Xeyr. Elcan müəllim. Perioddan perioda Periyodda sıfırlanır. Bəli, perioddan perioda keçiddə sıfırlanır. Bəs Bəybələ müəllim, oyunçunun komanda faalı perioddan perioda keçiddə sıfırlanır. Sıfırlanmır. Yaxşı. Ümumi neçə timeout verilir? Basketbolda hər komandaya. 5 dənə. 5 timeout. O oyun ərzində timeout məcburidirmi götürmək? Götürməli deməksə müəllim. Yəni məcbur Məcbur götürməlidir. Yox, məcbur yoxdur müəllim. Bir dənə məcbur badmintonda da desəm müəllim. Yaxşı. Yaxşı. Voleybolda və handbolda hər hissədə neçə timeout verilir? Hər hissədə 2 dənə timeout müəllim. Voleybolda oyunçu dəyişikliyi. Hər hissədə 6. Hər hissədə 6. Yaxşı, oyunçu dəyişikliyi hər hissədə 6. Voleybolda oyunçu azlığı ilə meydana çıxmaq olar. Xeyr. Neçə əsas, neçə köməkçi heyət? Voleybolda 6 əsas, 6 ehtiyac. Meydançanın ölçüsü. 18-dən 9-a. Qalibə məğluba verilən xal. Qalibə 3 xal, məğluba 0 xal. Bir dənə 3 olanda desəm müəllim, qalibə 2 xal verirlər, məğluba 1 xal. Düzdür? 3 olduqda qalibə 2, məğluba 1. Yaxşı. Neçə cür xal qazanma var? Voleybolda. Bəli. Müəllim neçə cür? Mən 3 cür olmalı müəllim oyunun daxil edilməsində. Servis topunda. Sonra deyim müəllim yoxsa? Deyim. Yəni ki, rəqib oyun top rəqib meydana düşəndə, sonra müəllim rəqib səhv edəndə, səhvə yol verdikdə, biri qaldı. O da ki, müəllim tora vurduqda müəllim. Yox, o səhvə yol verməyən içərisində gedir. Səhvə yol verməsindədir. Bir servis başlayan zaman, rəqib nə etsin ki? Bir də rəqib cəza alarsın. Cəza alarsın. Bəli. Yaxşı. Və futbolda bir oyuncu maksimum neçə kart ala bilər? 3 dənə mənim, 2 sarı, 1 qırmızı. Minimum? Minimum 1 dənə. Futbolda nə zaman VAR sisteminə müraciət edilir? Qolun olub-olmadığında, mənim penaltinin olub-olmadığında, bir oyuncuya mənim bir dəfəlik qırmızı kart veriləndə, bir də ki, hakim bir də ki, səhv oyuncuya cəza verildi də. Cəzalandıqda kart verildi. Gözəl. Yaxşı. Dözümlü hərəkət qabiliyyətinin əlverişli yaş dövrü. 11 plus çəkilirdi mənim 11-dən sonra. 11 plus. Çevriliş hərəkət qabiliyyətinin əlverişli yaş dövrü. 7-12.
7, 12. Müvazinət neçə cür olur? 2 cür oldu müəllim. Statik, dinamik. Aha, statik, dinamik. Yoldaşın müəllimin köməyi ilə əyilmə. Qeyri-fəal əyilmə. Öz oynaqlarının əzələ gücünün sahəsində əyilmə. Fəal əyilmə. Aha. Yaxşı. Gün rejimindən, havanın hərarətindən, cinsin məsuliyyətindən bunlar hansı hərəkət qabiliyyətinin təzahür amilləridir? Bu müəllim bədən əlmə qabiliyyəti. Bədənin əyilmə qabiliyyəti. Yaxşı. Qüvvə hərəkət qabiliyyətinin digər hərəkət qabiliyyətinə əlaqəsi? Sürət gücünə. Sürətin bəs? Sürət, güc, qüvvə, çeviklik. Sürət, güc, qüvvə, çeviklik. Yaxşı. Gimnastikada bədii gimnastikada topun çevrəsi, çəkisi. Topun müəllim. Bədii gimnastikada. Bədii gimnastikada. Topun çevrəsi müəllim 18 sm. Düzdür müəllim? 18 topun. Çəkisi nə qədər? Çəkisi 300 qram olmalı müəllim. 300 qram. Qarışdırırsın. Elzam müəllim deyin. Çəkisi 400 qram, çevrəsi 18-20. 18-20. Doğru. Bəybala müəllim. Kişi idman gimnastikasının neçə alətdən istifadə olunur? Kişi idman gimnastikası müəllim turnikdir, paralel qollar, dəstəli at, sərbəst hərəkətlər, dayaqlı tullanma müəllim. Belə şeylər var. Neçə alət oldu? Neçə alətdən istifadə olunur? Dayaqlı tullanma, dəstəli at, turnik hərəkətlər, paralel qolda hərəkətlər, bir də sərbəst hərəkətlər. 6 oldu müəllim. 6. Gimnastikada ən çox alətdən istifadə edilən hansıdır növdür? Hələ kişi idman gimnastikası müəllim. Kişi idman gimnastikası. Uzunluğu 3.50, yerdən hündürlüyü 2 metr. Araları da ki, idmançının antropometrik göstəricilərinə əsasən müəyyən olunur. Hansı alətdən sadaladım? Hansı alətdir? Aralar müəllim, halqalar olardı. Yox, halqaların arasında Paralel qollar. Paralel qollar. Aha, halqalarda bəs necədir? Halqalarda aralar. Halqalarda ümumiyyətlə halqaların ölçüləri falan. Halqaların Yerdən nə qədərdir? Yerdən uzunluğu müəllim Yerdən 2.8 hündürlük. olmalı. Hündürlük. Həm də müəllim hündürlük 2.8 metr olmalıdır. Aha. Diametrdə ki müəllim. Ya 18-dir ya da 20-dir Diametr müəllim. 18. Diametr 18. Bəs aralarındakı məsafə? Aralarındakı məsafə müəllim. Yarım metr mənim. Yarım metr, bəli, 50 sm. 50. Bəli. Bəybala müəllim, sağlam qan. Sağlam qan. Bəli, yalnız sağlam qan. Yəni sağlam qan müəllim. Bəli. Hansı vitamindir? B1 vitamin müəllim. B1 enerji yaratmaqdır. Vitamin. Sağlam qan. Onda B2-dir müəllim. Sağlam qan. B2 enerji yaratmaq sağlam sinir sistemi, qida sistemidir. O birini deyim müəllim daha. B6 aydın müəllim yazdı da, B6 sağlam qan. Yaxşı. Çatışmazlığında əhval-ruhiyyənin aşağı düşməsi. Əhval-ruhiyyənin aşağı düşməsi. Bəli, bəli. A vitamin müəllim. Xeyr. B vitamin müəllim. Bəli, B-nin hansı? B1-dir müəllim. B1 tiamin, bəli. Yaxşı, tez qocalmanın qarşısını alır. Y vitamini. Y vitamini. Aha. Yaxşı. Dəqiqə. Qaçaraq hündürlüyə tullanmanın fazaları. Qaçış, təkan, uçuş, yerənmə. Qaçış, təkan, uçuş, yerənmə. qaçaraq uzunluğun fazalarıdır. Qaçaraq uzunluğa tullanmanın, qaçaraq hündürlüyə tullanmanın fazalarını deyirəm. Qaçaraq hündürlüyə qaçış, təkan, plankanın keçilməsi, yerənmə. Aha. Neçə üsuldan istifadə edilir? Mənim üsulları
Əsası fosfor üsulu götürülür müəllim. Bəli, ən çox dünyada istifadə olunur. 5 üsuldan istifadə olunur. Aşma idi, qaçıvarı idi, dalga idi. Bəli. Bəli, bəli. Qayçıvarı, fırlanma, bir də fosfor üsulu. Bəli. Yaxşı. Bəybələ müəllim. Yadro yox, üzr istəyirəm. Lövhə atmanın neçə fazası var? Lövhə atmanı müəllim. Hı. Lövhə atma, disk atma da istəmir lövhə atma. Start Start mövqeyi atma var. eyni şeydir də. Start mövqeyi, dönmə, Mhm. final səhə, atma, dayanma. Aha. 5 oldu. Bəli, 5 var. 5 var. Start mövqeyi, Aha, start mövqeyi ilkin hərəkət. Aha. dönmə, fırlanma. Final səyi, bəli. Dönmə, fırlanma, final səyi, atma, dayanma. Aha, 5. Yaxşı. Siz mənə hansı atma bütün atmalarla keçirilə bilər? Yadro etələmə. Yadro itələmə. Yaxşı. Orta məsafəyə qaçışda idmançı neçə metrə qaçdıqdan hansı zolaqda qaçır ümumiyyətlə? Zolaqlı mənim. 100 metr qaçdan keçirir zolaqlı mənim. Bəs qısa məsafəyə qaçışda Dəyişmir, hələ özünün ağına qaçır. Keçirmir. dəyişmir. Gözəl. Bəs estafet qaçışında 4x100 estafet qaçışda hansı zolaqda qaçırlar? Onu da öz zolağına qaçır mənim. Bəs 4x400 hansı zolaqda qaçırlar? Birinci qaçan öz zolağına qaçır mənim. İkincidə qaçan keçir, hansı zolaqsa keçir, ya da birinciyə keçir mənim. Belə başlayan kimi ikinci idmançı keçir birinciyə zolağa. Birinci qaçır müəllim öz zolağı, necə başladı zolaqda. İkinci qaçan idmançı mənim. Keçirdi mənim. İkinci idmançı bildim. Elə ikinci idmançı qaçmağa başlayan kimi birinci zolağa keçir, yoxsa bir qədər qaçdıqdan sonra? Bir qədər qaçdıqdan sonra mənim. Bir qədər nə qədər? 30 metr yoxsa nə qədər? Buyurun, 30 metr. Mən 100 metr mən 100 metr qaçdım. 100 metr. 100 metr qaçdıqdan sonra. Yaxşı səs aldım mən. Bəybələ müəllim. Bir də onu deyin, sonuncu sualda cavab verin. Keçək Elçin müəllimə bir dəqiqə. Dözümlü kələçi qabiliyyətinin diaqnostik kimi adlandırılması. 6 dəqiqəlik qaçış. Bəs BSG-si 1500 və 2000 metr qaçış. 1500-2000 metr. Aha, təşəkkürlər Bəybələ müəllim. Sağ olun, sağ olun. Siz var olun. Aha, Elçin müəllim. Bəli müəllim. Sürət hərəkət qabiliyyətinin funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı mərkəzi sinir sistemi əzələ. Sürət gücü. Dayaq hərəkət aparatı ürək qan damar sistemi qüvvə. Aha. Qüvvə. Bədən elmi qabiliyyətiniz. Oynaqlar, əzələ bağ aparatı, ürək qan damar sistemi. Ürək qan damar sistemi yoxsa mərkəzi mərkəzi sinir sistemi. Mərkəzi sinir sistemi. Qüvvənin funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı, oynaqlar. Qüvvə. Nə oynaqlar? Qüvvə. Dayaq hərəkət aparatı, ürək qan damar sistemi, əzələ. Əzələ. Yaxşı. Çevrikliyin funksional sistemlə əlaqəsi. Mərkəzi sinir sistemi, əzələ. Mərkəzi sinir sistemi, əzələ. Dözümlülüyün funksional sistemlə əlaqəsi. Dayaq hərəkət aparatı, tənəffüs sistemi, bir də ürək qan damar sistemi. Ürək qan damar sistemi. Yaxşı. 800 metr qaçış hansı hərəkət qabiliyyəti? Dözümlülük. Qantellərlə hərəkət hansı hərəkət qabiliyyəti? Qüvvə. Qısa məsafəyə qaçışlar hansı hərəkət qabiliyyəti? Sürət. Gimnastika skamyasında sağa sola tullanmalar hansı hərəkət qabiliyyəti? Qüvvə. Qüvvə. Yaxşı. Bir dəqiqə. Müxtəlif istiqamət uzağa topun atılması hansı hərəkət qabiliyyəti? Sürət güc. 5 nömrəli idmançıya topun atılması hansı hərəkət qabiliyyəti? Çeviklik. Topu hədəfə atılması hansı hərəkət qabiliyyəti? Çeviklik. Topun səbətə atılması. Çeviklik. Topun hədəfə zonaya atılması. Sürət güc. Futbol topunun yanından oyuna daxil edilməsi. Çeviklik. Futbol topunun tullanaraq başla vurulması. Sürət güc. Futbol topunu tullanaraq başla qapıya vurulması. Çeviklik. Çeviklik. Çoxsaylı sağa sola tullanma. Sürət güc. Çoxsaylı gimnastika ipi ilə tullanma. Dözümlülük. Gimnastika ipi ilə hərəkətlər. Çeviklik. Gimnastika ilə hərəkətlər, çeviklik. Yaxşı. Dəqiqə. Benimlə bir sual var idi. Ümumi inkişaf hərəkətlər. Əlgənlik.
Sinəsi üzərində uzanıb qolların bükülüb açılması. Yəni qolların bükülüb açılması deyək də. Sinəsi üzəri uzanmış vəziyyətdən qolların bükülüb açılması. Əlgənlik. Əlgən. Bəs əllər də ayaqda qolların bükülüb açılması. Qüvvə. Əllər gimnastika skamyasında bükülüb açılması qolların. Əllər Qüvvə olacaq. aha, qüvvə. Yaxşı. Çoxsaylı fırlanma, holaylanma. Əlgənlik. Əlgənlik. Əlgənlik əlverişli yaş dövrü. 6-11. Digər digər hərəkət qabiliyyətlə əlaqəsi. Çeviklik, dözümlülük. Funksional sistemlə əlaqəsi. Yox, onu dediniz. Əlverişli metodları, inkişaf metodları. Səhərdən bunu vermək istəyirəm. Hamısını sayıram. Əlverişli inkişaf etdirən metodlar. Dairəvi fasiləli. Aha, Təkrar serial. aha, əla. Yaxşı. Futbol idman oyununda mərkəzdən başlayan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. Hərəkətsiz. Köşkdən başlayan zaman top hərəkətdə olmalıdır, hərəkətsiz. Hərəkətsiz. Türk nə idi? Bir dəqiqə. Künc qövsünün radiusu. Radiusu 1.50 olmalı səhv. Yox, 1.25. yox. Radius 1 metr. 1 metr. Bəs künc bayrağının hündürlüyü 1.50. 1.50. Yaxşı. Futbol topundan mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Bəli. Öz qapısına vurulan qol. Qeydə alınır. Bəs oyun necə davam edir? Rəqib gəlir küncdən zərbə vurur. Rəqib gəlir küçdən zərbə vurur. Bəs küçdən zərbə zamanı birbaşa rəqib qapısına vurulan qol qeydə alınır. Qeydə alınır, bəli. Bəs öz qapısına vurulan qol. Qeydə alınmır, rəqib küncdən zərbə vurmaya başlayır. Küçdən zərbə zamanı topu başladım. Heç kim toxunmadan yenidən getdim, ayaqla toxundum. Oyun necə davam edəcək? Həmin yerdən zərbə vurur. Rəqib Bəs əllə toxunsam, əllə toxuncaq, o zaman da sərbətdə. zərbə. Cərmə zərbəsi. Zərmə zərbəsi, əllə onun zərmə zərbəsi tax. Aha. Zərmə zərbəsindən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Cərmə zərbəsindən qeydə alınır. Sərbəst zərbədən birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Zərbədən alınmır, yox. Zərmə zərbəsində birbaşa öz qapına vurulan qol qeydə alınır, alınmır. Cərmə zərbəsindən birbaşa öz qapıma yox alınmayacaq. Rəqib gəlib künc zərbəsi vuracaq. Aha, bəs sərbəst zərbədə O da alınmır. o da alınmır. Yaxşı. Yandan birbaşa oyunu başlayan zaman topu atdım öz qapıçıma, öz qapıçım əli ilə topu toxundu. Əlinə götürdü, yəni əllə daxil etdi. Oyun necə davam edəcək? Sərbəst zərbə vurulur deyəsən. Sərbəst zərbə. Rəqib gəlib sərbəst zərbə yerinə yetirir. Futzalda künc qövsünün radiusu nə qədərdir? 1.25. 1.25. 1.50. 1 metr mənim. Futbolda 1 metrədir. Futzalda deyirsən yəni ondan yekə olacaq. 1 metr tamam. Futbolda 1 metrədir elə. Bir dəqiqə mənim. 75-dir, onda 75 sm. 4də 1 hissəsi. Futbol 1 metrin 4də 25, ha 25 sm. Ha. 25 santimetr. Futzalda neçə künc bayrağı var? Futzalda yoxdur axı künc. Yoxdur. Çünki futzalda offside nə zaman olur? Oyundan çıxan Yoxdur. vəziyyətdə. Futzalda yandan başlayan zaman rəqib nə qədər məsafə saxlayır? Bir dəqiqə mənim futzalda 5 metr. 5 metr. 5 metr. Futzalda komandanın faal limiti nə qədərdir? Futzalda komandanın faal limiti Bəli. 5 də mənim deyəsən. 5. 6-cı etdikdə nə olur? 6-cını eləyəndə 10 metrlik cərmə zərbəsi vurulur. 10 metrlik cərmə zərbəsi vurulur. Cərmə zərbəsində arxaya pas etdirmək olar. 10 metrlik. Arxaya pas olmaz, irəliyə olar. İrəliyə pas olar 10 metrlikdəki. Ha, yox, olmaz. Necə olmalı? Birbaşa qapıda deyəsən. Aha, birbaşa qapı düz irəli. Yaxşı. 10 metrlik penaltı zərbəsində qapıçı nə qədər irəli çıxa bilər? 10 metrlikdə futzalda 5 metr çıxa bilər də. Bəs 6 metrlikdə 6 metrlikdə çıxa bilməz. çıxa bilməz. Futzalda top yandan ayaqla başlanılır, əllə. Ayaqla. Ayaqla. Futzalda yandan birbaşa rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Futzalda qeydə alınır. Alınmır. Bəs futzalda qapıdan zərbə zamanı
Rəqib qapısına vurulan qol qeydə alınır, alınmır. Futsalda qapdan zərbə alınmamalıdır. Alınmır. Aha, alınmır. Bəs futbolda qapıdan zərbə zamanı Futbol alınır. alınır. Yaxşı. Futbol, voleybol, futbol, voleybol, basketbol. Ortaq saniyə qaydası var. Hansı saniyə qaydasıdır o? Bir dəqiqə müəllim. 8 saniyədir də. 8 saniyə. Voleybolda 8 saniyə qaydası. Servis atışı. Aha, basketbolda 8 saniyə qaydası. Mərkəz xəttini keçirməlidir. Aha, keçməlidir 8 saniyə. Yəni 8 saniyə basketbolda öz meydanından rəqib meydanına keçməlisən. Bəli. Yaxşı. Futbolda 8 saniyə qaydası. Futbolda kün zərbəsidir. Müəllim, qapıçı 8 saniyə ərzində topu oyuna daxil etmir. Aha, daxil etməzsə, Təkcə odur müəllim. 8 saniyə qapıçı topu oyuna daxil etməlidir. Daxil etməzsə, top verilir rəqibə, rəqib üçdən zərbə yerinə yetirir. Kün Təzə qaydamızda zərbəsində saniyə yox da. 8 xeyr, bir dənə qapıçıda da 8 saniyə. Bu il qəbul oldu, hə müəllim? Bəli, bu il. Yaxşı, Elcan müəllim. Bir dəqiqə. Badmintonda hesab 13-13-dür. Siz 13, mən 13. Mən 14-cü xalı qazandım. Topu harda daxil edəcəm? Sağdan çəpinə. Sağdan çəpinə. Badmintonda neçə dəfə püşatma atılır? Badmintonda bir dəfə də. Badmintonda bir dəfə. Badmintonda 3-cü set oynanılarsa nə zamanlar oyunçular hücum istiqamətini dəyişir? Hesab 11-ə gələndə. Bir dənə hər setdə 11-ə gələndə Yox. Üçüncü ümumiyyətlə nə zamanlar dəyişir? Hə, ümumiyyətlə, Mhm. birinci hissə bitdi, ikinci hissə başlayanda, ikinci hissə bitdi, üçüncü hissə başlayanda, Bir də üçüncü hissədə 11 xala çatan komanda. bəs voleybolda neçənci xala çatanda və neçənci setdə bu hal baş verir? Voleybolda müəllim 5-ci setdə 8 xala çatanda səhv Aha. olmuşam. Badmintonda püşatma keçirildi. Püşkü mən qazandım və topu oyuna mən daxil etdim. Birinci hissə bitdi, birinci hissənin qalibi mənəm. İkinci hissədə oyunu kim başlayacaq? Elə siz başlayasınız. Elə mən. Yaxşı. Voleybolda birinci hissə püşatma keçirildi. Yəni püşatma mən qazandım və topu da mən başladım. İkinci hissədə kim başlayacaq? İkinci hissə rəqib başlayacaq. Rəqib başlayacaq. Yaxşı. Dəqiqə. Voleybolda meydanda maksimum neçə nəfər olur? Oyun davam etsin. Maksimum neçə nəfərlə oyun davam edir? Meydanda. 6. Minimum. Meydanda maksimum neçə nəfər olar ki, oyun davam edir? Əsas köməkçi hamısı bir yerdə. Yox, meydanda köməkçinin nə işi var? Ha, meydanda müəllim cəmi 12 nəfər. 12. Bəs yaxşı. Neçə nəfər olarsa oyun davam edə bilməz? 11 nəfər. 11 nəfər. Yaxşı. Futbolda oyunçu azlığı neçə oyunçu azlığı ilə meydana çıxarsa oyun davam edər? 7. 7. Yaxşı. Sürət hərəkət qabiliyyətinin əlverişli yaş dövrü 11-14. 11-14. Yaxşı. Sürət hərəkət qabiliyyətinin inkişaf metodları. Təkrar, təkrar serial, oyun yarış nəzarət, kontrast. Kontrast. Bir də interval. Intervalda. Aha. Yaxşı. Sürət gücdə. Sürət gücdə olacaq, təkrar, təkrar serialı, oyun, yarış, dairəvi, interval. İnterval var. İnterval var. Rəqəm nəzarət dediniz. Aha. Yaxşı. 2024-də yay olimpiya oyunları harada keçirilib? Fransada, Parisdə. Neçə medal qazanmışıq? 7 medal. 7 medal. Neçə qızıl, neçə gümüş, neçə bürünc? 2 qızıl, 2 gümüş, 3 bürünc. Qızıllar kim qazanıb? Hidayət Heydarov, Zəlim Poçayev qızılları qazanıb. Aha. Nə üzrə? Judo. Judo. Aha. Gözəl. Yaxşı. Bir dəqiqə. Bir dəqiqə. Atletikada qaçaraq uzunluğa tullanma
İdmançı neçə metrə qaçır? 40-45 metr. 45 metrə. Yaxşı. Atmalarda hansında qaçış fazası var? Hansı atmada qaçış fazası var? Nizə atmada. Nizə atmada. İdmançı nə qədər qaçır? Nizə atmada 20-25 metrdir. Yox, 40-45 metr var. yox. Aydın müəllim. 10-12 metr müəllim. Ay, yox, nə aydın müəllim. 10-12 metr nədir? Bəy bala müəllim. 810 metr müəllim. Bəli, müəllim. Nizə atmadan söhbət gedir. Nə danışırsınız siz? Kim qarşılayım müəllim üzrünü Bəy bala müəllim, nizə atmada idmançı nə qədər qaçır? Müəllim nə qədər qaçır? Az qaçır. 4 metr qaçır, 5 metr qaçır mənim. Məsələn, elə bir yuxulusuz, saat 1-ə qalıb. Mənim müəllim dünyası. Azad müəllim Nizə dedi. atmalı. Az qaçmalı mənim üçün. Hardan az qaçırsa, 30 metrədən çox qaçmır. 30 metrədən az, 36,5 metrədən çox qaçmır. Elcan müəllim, sizə də təşəkkürlər. Bir dəqiqə